Ne dersiniz? He, buradayım kalam gildiyim. He. Kalam gildiyim. Heyecanlandım. Kalam gildiyim. He, kız gelecekler. He, kalam da gelecek. Kızı da gelecek. He. He. Ne der? Mənə salam de. He. Sağ salam diye. Xalama salam de. Dedim. O da sağ salam. Ne der? Xalan oğluna da ne istəsin? Gelmeyecek Hasan Bulut'tan. He. Ona... Kim kardeşim? Niye? Hele. Az he bunlara ne fark var? Bunlar olsa sen tebrik eləməyə gelirler. He. Yaxşı. Oldu kadın alım, oldu. Oldu, sağ ol. He. Nə deyir xalam? Onun qadasını alım. Az qardaş görməyəsən. Oturubla qardaşımla məsləhətləşiblər. He. Deyirlər ki, arvadlar oynayıb utanırlar da oynamağa, kişilər də içirlər, utanırlar. Bəli. Gəl belə qərar eləyiblər ki, Hə. kişilər ayrı restoranda qeyd eləsinlər, arvadlar ayrı restoranda qeyd eləsinlər. Deyirlər, müşkül cəsin. Və xalan oğlu harada oturacaq? Xalam oldu kişidən, ya kişilərlə oturarsın. Və xalanın yanında oturmayacaq. Gəlib anasını təbrik edib gedəcək də, xalasını, anamı, xalasını. Az fərqi nə deyirsə? Sən təbrik etməyə gəlmirsən? Fərqi bu saat sokacağım gözünə deyə. Nə qarsa? Hiss edirəm ki, anamın vəziyyəti pisləşir. Ayma! Nətərsən? Boy, yıxılıbsan. Başın dev bardur çatdıyıb. Deyir ki, barbar başına çatdıyıb, bardura tikiş vurmaq lazım. Təpəzdən tikiş vurmaq lazım. Ayma, bir köpoğlu yoxdursa bir su verdik orada. Yox da, gedəsi olmadı, yox.